Paytaxt sakini Fuad Zülfüqarov qaynar xəttimizə zəng vuraraq obyektinin yerləşdiyi MTQ-nın sahibi tərəfindən ona təzyiq olunduğunu iddia edib. Əməkdaşlarımız Xətai rayonu Ağşəhər Mərkəzi Bulvar küçəsi 5 ünvanında qonşusundan şikayətçi olan şəxslə həmsöhbət olub. Rəşad Vəkiloğlu'nun sujetini izləyək. Qazın sızmasını FHŞ-nin Fövqəladə Hallar Naziri tərəfindən təsdiq olunub və məktub yazıblar Azəriqaza ki, bu Şimal Servisə obyektdə dəm qazı dolur. Paytaxt sakini Fuad Zülfüqarov iddia edir ki, Artlayan MTQ-nın rəhbərliyi ona məxsus obyektin alt mərtəbəsində yerləşən texniki otağa qanunsuz olaraq qaz avadanlığı yerləşdirib. Səbəb olaraq həmin köməkçi otağı ona satmaq istəyinə sahibkarın yox cavabı verməsi olub. Bizi məcbur edirlər bu texniki otağı satın alaq. Halbuki bu texniki otaqlar obyektlərə aiddir. Bunlara ayrıca çıxarış mülkiyyətə verilmir. Lakin bunlar bu yolla bizi məcbur edirlər ki, oranı satın alaq. Fuad Zülfüqarov deyir ki, obyekt onun şəxsi mülküdür və 8 ildir 20 yaxın işçi ilə birlikdə fəaliyyət göstərib. Şahidçinin iddiasına görə sözcükdən köməkçi otağı MTQ rəhbərliyi öz obyektinə məxsus qaz avadanlıqları yerləşdirdikdən sonra dəfələrlə qaz sızması olub və bu təhlükəyə görə bir neçə işçi ərizə yazaraq işdən gedib. Təhlükə isə davam edir. Bu otağa daxil olarkən burada qaz sızmasının olmasına inanmasam da təxminən bir dəqiqə yaxın müddət ərzində burada qaldıqdan sonra əhvalımın dəyişməsi burada qaz sızmasının olmasına bir sübut oldu. Elə şikayətçi də iddia edir ki, qonşuluqdakı obyektlərin və MTQ-nın rəhbəri öz otağında deyil, öz texniki otaqlarında deyil, onun obyektinin texniki otağında qaz qurğularını ona görə yerləşdirib ki, mütəmadi olaraq qaz sızması əmələ gəlir və yuxarıdakı ofisdə hətta dəfələrlə zəhərlənmə olub və bunu təcili tibbi yardım briqadası və aidiyyəti qurumlar da bu faktı təsdiq ediblər. İndi bizi təsəvvür eləyirik ki, bir ildir bu əziyyətdə saxlayıblar. Yay aylarında kombilər, qızdırıcı kombilər işləməyəndə bu burada ventilləri açırdılar və təbii qazın sızmasını təşkil edirdilər. Bunlar binadan hətta bəlkə də çöldə quraşdırılmalıdır və yaxud təhlükəsiz yerdə quraşdırılmalıdır. Artlayan MTQ-nın rəhbərliyini tapa bilməsək də binanın komendantı Heydər Taharov ilə əlaqə saxladıq. O köməkçi otaqda yerləşdirilən qaz qurğusunda sızmanın olmasını dolayısıyla yolla təsdiqlədi. İlk növbədə texniki otaqlar satılmır. Ola bilər ki, bir texniki otaq balaca ola bilər, biri böyük ola bilər. Böyüyə sən 3 dənə obyektin texniki havalandırmasını deyim, kombisini deyim, qurlaşdırmağa, yəni icazə olar. Və sızma, qaz sızması, yəni təhlükədən nə deyirlər? Sızma varsa, indi Fuad bəy müraciət eləyib, indi təsdiqlənib. İndi o qonşular arasında necə deyirlər ki, yəni öz aralarında həll olunması bir şeydir. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi və Azərqaz İstehsalat Birliyinə də sorğu ünvanladıq. Nazirlikdən bildirildi ki, sözgedən ünvana bağış keçirilib, araşdırmalar aparılacaq. Azərqaz İstehsalat Birliyindən isə məsələyə münasibət bildirilmədi. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.